Salam dostlar. Söz analiz rubrikasında bu dəfə Səməd Vurğunun bir bəndindən danışmaq istəyirəm. Bu məşhur bir şeirdir. Komsomol poemasının içində verilib və 7 oğul istənən filmində də o 7 oğul hər biri bir bəndini söyləyir. Məşhur kadrdır. Həmin şeirin, dünya rədifli həmin şeirin bir bəndi belədir. Bir də görürsən ki, açılan solur, düşünən bir beyin bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya. Siz təsəvvür eləyin ki, mən indi redaktoram, yazılar gəlir falan eləyir. Bir cümlədə 2 dənə bir işlənəndə, cümlə nə qədər uzun olur olsun, ona ağırlıq gətirir. Nəinki bir şeir misrasında 2 dəfə bir işlədəsən. Ümumiyyətlə, təkrar sözlər, təkrar ifadələr, əgər təkrir deyilsə, yəni təkrir biraz fərqlidir bildiyiniz kimi, və bu bənddə təkrir deyil, yəni hər yerdə təkrir deyil. Bəzi misralarda təkrirdir, amma ümumilikdə təkrardır. Deməli, bənd demək 16 sözdən ibarətdir. 16 sözün 5-i bir ifadəsidir. Düzdür, burada müxtəlif cümlə üzvləri şəklində işlənib, amma fərqi yoxdur. Yəni, siz bu bəndi yazıb, kompüterdə yazıb bir sözlərini, bir ifadələrini böyük hərflə versəniz, mənim nə dediyimi vizual da olaraq görəcəksiniz. Yəni, mümkün deyil ki, bir bəndli şeirdə 5 dənə bir ifadəsi işlədəsən və o heç nəzərə çarpmasın. Bu, haradasa möcüzəvi bir şeydir doğrudan da. Məsələn, keçən dəfə Ramiz Rövşənin o keçidindən danışdım ki, möcüzə də adamı heyrətləndirir. Bax, burada da belə bir möcüzə baş verir. Yəni, nəzəri qaydalar, söz hissiyatı, bir mənalı şəkildə bir sözünün bu qədər işlənməsini istisna edir. Ancaq Səməd Vurğun buna necə nail olub? Bax, şeiri bir də təkrarlayıram bəndi. Bir də görürsən ki, açılan solur, düşünən bir beyin bir torpaq olur. Bir yandan boşalır, bir yandan dolur, sirrini vermir sirdaşa dünya. 4 misralıq bir şeirdə 5 dəfə bir kəlməsi işlədib, bir ifadəsi işlədib. Və bununla belə şeirdə nəinki adamı yormur, nəinki adamı vurmur, şeirin gözəlliyinə xidmət edir həmin bir kəlmələri. Və bu, haradasa imkansız bir məsələdir. Və yenə qayıdıram, deməli, qaydaların, sənətkarlığın qarşısındakı acizliyinə. Bəzən forma, nəzəri qaydalar bizi aldadır, ancaq bunlar bir yerəcəndir. Sənətkar o qaydaları pozub, sübut eləyə bilər ki, bu qaydaları pozaraq da gözəl şeylər yaratmaq olar və məncə sərbəst şeir bu cür bir inqilabdan yaranıb. Bütün qaydaları, bütün sxemləri, bütün trafaretləri darmadağın eləyib, yenidən ortalığa möhtəşəm şeir nümunələri qoyublar və bu, ədəbiyyatın bütün sahələrinə aiddir və yaradıcılığın gözəlliyi də elə buradadır. Hamınıza uğurlar arzulayıram, sağ olun.